started, can't you stay? Do you really want a bottle this one so sweet? Reverie. You back all slowly through the door. You always go and blame the weather, the weather. It hurts so fast when love goes bad, until at last we fade to black. And I'm numb, 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 numb. Wait, I need some time to fix this, can't you wait? We can't afford a mess, there's you back on slowly through the door. You always go and blame the weather, the weather. It hurts so fast when love goes bad, until at last we fade to black. And I'm numb, 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 numb. We're living in a memory. The present is the price I pay. Fade to black. We fade to black. We're living in a memory. The present is the price I pay. It hurts so fast when love goes bad, until at last we fade to black. Bravo! Teşekkür ederim, çok sağ olun. Nadir İstəmli, değerli Vallahi çok dostlar, değerli izleyicilerimiz, bugünkü ifasını dinledik. Bir daha o hisleri yaşadık, o heyecanı geçirdik. Ne söyleyebilirik ki bu duyguları bize bir daha yaşattığın için teşekkürler. Ben Günaydın teşekkür ederim, değerli sağ olun. dostlar, hoş gördük Sağ Elnur. olasın. Xoş gördük Xədicə, xoş gördük Nadir, gözəl ifana görə təşəkkürlər. Əziz tamaşaçılarımız, hər birinizi xoş gördük. Bir sirr açacağım sizə. Bu sirr ondan ibarətdir ki, Xədicə xanımın playlistində olan bu gözəl nəğməni bu gün də eşitdik. Sən demə enerji mənbəyi məhz bu gözəl nəğməymiş ki, hər gün işə gələrkən Aferin. bu mahnıdan böyük bir motivasiya alırmış Tamamilə Xədicə xanım. Bax bu doğrudur. sirri söylədim sizə. Odur ki, siz də öz playlistinizə Nadir Rüstəmlinin gözəl nəğmələrini əlavə Hətta edin. digər Nadir əyləşə nəğmələrdə əlavə bilərsiniz. edə bilərsiniz. Teşekkür Buyurun, ederim. əyləşə Mən tamaşaçıları bilərsiniz. salamlayıram Sabahınız Xədicə ilə xeyir olsun. bərabər. Bugün o qədər maraqlı qonaqlarımız, o qədər maraqlı mövzularımız var ki, hər gün biz çalışırıq ki, maraqlı mövzular və sizi ekran qarşısında saxlaya biləcək və televizorun səsini artıra biləcək mövzular ətrafında danışaq. Bugün də ənənəmizə sadiq qalmağı bacarırıq. Tamamilə doğrudur. Ənənəyə sadiq olaraq adəti üzrə müdriklərin kəlamları ilə başlayırıq. Bəli. Müdriklər təbii ki öz yerində, o sözsüz toxunulmaz bir məsələdir. Bugün isə dəvət edəcəyimiz qonağın bir fikrini qeyd etmək istərdim. Dünən onun səhifəsini izlədim və çox maraqlı bir fikri oxudum. Söyləyir ki, hər gün nəyisə oxumağa çalışın. Oxuyun ki, vaxt gələr həmin o oxuduğunuz o məlumat bir gün sizə köməyinizə çatar. Məncə çox doğru söyləyir. Çünki həm danışığı, həm həyat tərzi, həm tarixi o qədər dərindən bilən bir insandır ki, onun danışdıqları mənə elə gəlir ki, bugün dinləsək diqqətlə uzun müddət bizim yaddaşlarımızda həkk olunacaq. Belə bir keçid almaq istəyirəm əziz tamaşaçılarımız. Çünki bilirsiniz ki, Azərbaycan televiziyası qardaş Türkiyənin bir çox kanalları ilə, telekanallarla və TRT ilə nə qədər əməkdaşlıq ediblər. Yəni qardaş ölkəyə xarici televiziyalarla bağlı bizim əməkdaşlarımız mütəmadi olaraq həmin ölkələrə gedirlər, həmin ölkələrdən gələn televiziya işçiləri olur və biz bu televiziyalarla əlaqələrimizi qoruyub saxlayırıq. Həmçinin Azərbaycan televiziyası olaraq məhz Azərbaycan adına hər hansı bir verilişlər yayımlanırsa, biz bunu da diqqətdə saxlayırıq. Elə
Qardaş Türkiyədən danışmışkən, Qardaş Türkiyənin NTV kanalında yayımlanan bir verilişdən danışmaq istəyirik. Çünki Əsrarəngiz Azərbaycan layihəsindən söhbət gedir. Çünki o layihə məhz Azərbaycanı tanımadığımız tərəfdən bizə tanıdır və məhz bu işdə də həmin NTV-də Əsrarəngiz Azərbaycan verilişinin aparıcısına kömək edən Bayram Quliyev, tarixçi türkoloq bugün bizimlə bərabər olacaq. Xoş gördük. Gəlin Bayram mənim, bugün bir bayram yaşadacaqsınız bizə. Adınızı daşıdığınız kimi. Necəsiniz, xoş gəldiniz. O qədər pozitiv bir insandır ki, bayaq verilişə hazırlaşmazdan əvvəl, xoş gördük. Gəlin görüşək sizinlə, sonra orada əyləşəcəksiniz. Mən sizə pürrəngi bir çay süzəcəm. Xatırladıram ki, Əsra Gəzginci, Əsrarəngiz Azərbaycan verilişinin aparıcısıdır və bütün bölümlərindən, təbii ki, bütün təqdim olunan bölümlərinin hər birinə baxmışıq və burada Azərbaycanla bağlı bilmədiyimiz məqamlara belə toxulub və biz də indi həmin o məqamların hər birinə toxunacaq. Xoş gördük, necəsiniz? Xoş gördük. Azərbaycanın hər vaxtı xeyir olsun. Mən çox yaxşıyam. Gözəl bir proqramda, bəli. Nə gözəl. Nə gözəl enerjiniz var Bayram müəllim. Çox sağ olun. Deməli, verilişə başlamazdan əvvəl biraz Bayram müəllimlə daha yaxından tanış olmamız üçün biraz söhbət etdik. O qədər maraqlı bir insandır ki, o qədər maraqlı yerləri kəşf edib ki və madam ki, biz bugün Əsrarəngiz Azərbaycan layihəsindən danışacağıq. Az sonra bir bağlantımız da olacaq, belə düşünürəm və artıq verilişin müəllifi də bizimlə canlı bağlantıda öz sözlərini, fikirlərini alacaq və bu layihədə bilirəm ki, qarış-qarış Azərbaycanı gəzmişsiniz. 10 bölümdən ibarət olacaq, elə deyilmi? Bakıdan ta Şuşaya qədər uzun bir yol var. Amma mən bir keçid almadan öncə əziz tamaşaçılarımız xatırlatmaq istəyirəm ki, qonaqlarımıza hal-hazırda pürrəngi bir çay süzülür. Və bu buraxılışda ən çox diqqətimi çəkən məqamlardan biri məhz Xudafərin körpüsü ilə bağlı olan buraxılış idi. Mənə gəlir ki, gəlin həmin o görüntünü izləyək, sonra söhbətimizə başlayaq. Əla, yeri gəlmişkən maraqlı bir sualım olacaq. Aslında benim bildiğim kadarıyla burada çok köprü varmış. Ama tek ayakta kalan Hüdafer'in köprüsü olmuş. Bunun nedeni nedir hocam? Aynen. Şunun iki nedeni var. Birincisi Hudafer'in köprüsü diğer köprülere nazaran kaya üzerinde inşa edilmiş. Özülü kaya. Ve ikinci nedeni köprü dikildiği, inşa edildiği zaman köprünün hamuruna, toprağın içine yumurta sarısı katılmış. Evet. Niye? Ki köprü daha çok dayanıklı olsun diye, güçlü olsun diye. Evet. Çok güzelmiş. Evet. Mimari kim köprünün hocam? Mimarinin belli olduğunu gösterecek bir Kaynağımız yok kanıtımız evet yok. Peki ben baktığım zaman böyle Selçuklu dönemini görüyor gibiyim mimarisine baktığım zaman. Evet, aynen. Buna göre de bazı tarihçiler mesela Mustafi Gezvini Tarih-i Güzide eserinde ve diğer eserlerde şöyle söylerler ki bu köprü Sasanlar dövrüne dair ama köprünün mimarisine baktığımız zaman Selçuklu'nu andırıyor. Ve aynı zamanda şu da bir gerçek ki Selçuklular ve Oğuzlar nereye geldilerse orada iki şey yaptılar. Biri köprü, diğeri kale. Güzel de yapılmış bir köprü açıkçası. Peki hocam benim bildiğim kadarıyla bu köprü aslında savaşmak için yapılmış. Böyle bir şey var mı? Haklısınız. Nedenlerinden biri o. Çünkü Aras Nehri tam da coğrafyanın iki yeri ayırır. Ve imparatorluklar da durur mu kendi topraklarını genişletmek için mutlaka arazi geçmek zorunda. Onun için de en ideal nedenlerden biri de köprü salmak ve Hudafer'in de bu amaçla çok kullanılmış. Selçuklulardan sonra Moğollar da kullanmış, daha sonra Ruslar da kullanmış ve diğer. Tüm imparatorluklar köprü kullanmış ama daha bir nedeni de var. Nedir? Azerbaycan İpek yolunun üzerinde yerleştiği için tacirler de kullanmış. Ticari açıdan da çok Evet, önemli. aynen. Yəni biz bu söhbəti qoysaydıq çox da gedəcəkdik, çox da maraqla izləmiş Demək də olacaqdıq. istəyirik əslində. Həqiqətən də bax indi o görüntüləri gördük, vətənimizin nə qədər gözəl, əsrarəngiz olduğunun bir daha şahidi olduq. Siz daha şanslısınız çünki orada canlı izləmişsiniz onu. Xudafərin körpüsünün tarixindən danışdınız və çox maraqlı bir faktı qeyd etdiniz ki, körpünün tikilişində yumurtanın sarısından istifadə olunur. Təxmini nə qədər o sarılardan istifadə olunur? Belə bir rəqəmlər var?
Valla Bax, onu araşdırmağa dəyər Bayram bəy. konkret olaraq Növbəti nə dəfə qədər bərabər mövzudur gedirik. Bu arada alpinist Elnuru da özümüzlə aparacaq. mütləq. Çox Olar, yaxşı heç bir təcrübəsi var problem bu yoxdur. məsələdə. Deməli, mən belə bir sual vermək istəyirəm ki, bu təklif sizə gələndən sonra ilk olaraq nəyi düşündünüz? Çünki biz çalışırıq ki, hər zaman öz tariximizi bütün dünyaya çatdırmağı bacaraq. Mən elə gəlir ki, məhz tariximizlə bilinən və bilinməyən məqamları söyləmək üçün çox gözəl bir fürsət yarandı, elə deyilmi? Siz də eşidək. Elədir. Bu təklif mənə gəldiyi vaxt həqiqətən də mən çox sevindim. Ona görə sevindim ki, Azərbaycanı dünyada təqdim edəcəm. Bu olduqca önəmlidir. Hal-hazırda ümumiyyətlə bizə çox lazım olan bir məqamdır və Azərbaycanı həm tarixi istiqamətdən təqdim eləmək, eyni zamanda mədəniyyətimiz, musiqimiz, ədəbiyyatımız, bütün bu məqamları qarşılıqlı, bəli, bir proqram içərisində, tarix temalı bir proqram içərisində bütün bu məqamları birlikdə kompleks şəkildə təqdim eləmək və bunun Türkiyənin məşhur kanallarından birində yayımlanması mənim üçün çox önəmli idi təbii ki və bu təklifi alanda mən çox sevinmişdim. Ən önəmli məqamlardan biri nədir Bayram, mən deyim sizə. Biz əvvəllər məsəl üçün də torpaqlarımız işğal altında olarkən biz yalnız və yalnız hər hansı bir sənədlər üzərindən danışa bilirdik. Sənədlərlə bunu deyə bilirdik, arxiv materiallarından istifadə edirik. Amma bu dəfə Əsra xanımın Əsrarəngiz Azərbaycan dediyi bu layihədə biz bunların hər birini qarış-qarış işğaldan azad olmuş torpaqlarımızda gəzərək göstərmiş olduq və bu arada da Madəm ki, Əsra xanımın adını çəkdik, Əsra Gəzginci artıq bizimlə canlı bağlantıdadır. Azərbaycandan, Bakıdan qucaq dolusu salamlarımız, xoş gördük. Hoş gördüm. Selamlar. Nicesiniz? Ne güzel böyle enerjik sesiniz geliyor. Biz beləyik də, biz beləyik. Azərbaycan möhtəşəmik. televiziyasında gün başladı verilişindən salamlayırıq sizi. Əsra xanım, Əsrarəngiz Azərbaycan dediniz və sizin də yol yoldaşınız olan çox dəyərli bizim tarixçimiz, kulturoloqumuz, türkoloqumuz Bayram Quliyevlə bərabərik bugün burada və o buraxılışlarınızdan danışırıq. Xudafərinlə başladıq. Hələ qarşıda Azərbaycanı kəşf eləməyə də davam edirsiniz. Biz sizə təşəkkür bildiririk və sizə eşidəyik. Bu layihə necə yarandı? Ben size teşekkür ederim. Öncelikle beni programa davet ettiğiniz için ben keşke orada olsaydım da yanınızda olmak çok isterdim. Bax, İnşallah buradan biz yakın sizə artıq zamanda dəvət tekrar- edirik Əsra xanım. Növbəti dəfə mütləq gəlin. Elnurun təzə pürrəngi Çok- çayından dadın. Ay tabii çok sevinirim. Çok sağ olun. Bayram hocama da çok selamlar orada. Çok Selam. kıymetlimdir benim. Selamlar hocam. Hepinize kucak dolusu sevgiler gönderiyorum İzmir'den. Şu program için şunları söyleyebilirim. Esrarengiz Azerbaycan tabii çok benim kıymetlim. Çünkü Azerbaycan benim ülkem, vatanım. Orada olmaktan dolayı inanılmaz mutluyum. Bu programı yapmak da benim için bir sorumluluktu. O yüzden aslında bu yola baş koydum. Bu yolda da beni yalnız bırakmayan hocalarım oldu. Şu anda en kıymetlilerinden biri de orada sağ olsun. Bayram hocamla beni tanıştıran Nergis mamama ve Tofik abime buradan selam gönderiyorum. Çünkü Bayram hocayla tanışmak benim için çok önemliydi. İyi ki gelmiş, iyi ki tanışmışız. Çünkü çok zorlu bir yolda ilerledik. Çok çetin mücadeleler verdik açıkçası Karabağ'da. Şükür ki güzel sonuçlarını şu anda görüyoruz. Azərbaycanı kəşf etdikcə siz nələri özünüzdə kəşf etmiş oldunuz? Azerbaycan'da program açısından şunu keşfettim açıkçası. Benim için çok kıymetli ve değer verdiğim Haydar Aliyev'i daha derinden, daha özünden, daha içten araştırdığım ve daha detaylı öğrenme şerefine nail olduğum için çok mutluyum. Çünkü çok kıymetli bir insan ve ben onu hem daha derinden öğrenip hem de onları aslında tüm dünyaya tanıtabildiğim için kendimi çok şanslı hissediyorum. Bu program biliyorsunuz sadece Türkiye'de ya da sadece Azerbaycan'da değil tüm dünyada izleniyor ve bu yönden de mutluyum. Bildiyimizə görə 10 bölüm çəkildi və əlbəttə ki, işğaldan azad olunan torpaqlarımıza ziyarət etdiniz. Amma ən həssas məsələlərdən biri məhz Ağdam və Füzuli istiqamətində olan çəkilişlər oldu. Sizi çox sarsıtdı.
Düz diyorsunuz. Tabii oranın çekilişleri ciddi çetin geçti. Özellikle Azık Mağarası'nda gece çekimi yaptık. Gecenin çok geç Biz saatinde gördük. yaptık. Bayram hocam beni orada 180 merdivenle andırdı. Aslında çok çok daha fazlaymış ama iyi ki oraları çekmeye gittik. Açıkçası biraz da cesur davrandığımızı düşünüyorum. Çünkü Bir neçə dəqiqədən sonra bizim izləyicilərimiz də artıq o görüntüləri görəcək, amma bir də sizin şərhinizi dinləyək. Çünki mən bilirəm ki 186 pilləkən deyilmişdi Amma sizə. deyilmiş deyil. Deyilmişdi, Sən amma demə. ilindən yuxarı idi. Biləsiniz ki 700-dən çoxdur, eləmi Baran müəllim? Esra Hanım, size bir şey itiraf etmem lazım. Onun 707 basamak olduğunu biliyordum. Motivasyon amaçlı olarak o kadar anlatmıştım. 189 diye Bayram anlatmıştım. müəllimə İyi ki soruşdu. öyle demişsiniz hocam. Niyə demədiniz Ben- dedim Esra xanıma. Dedi ki, əvvəlcədən demədim ki, motivasiya olsun. Yəni desəm yoxsa psixoloji bir təzyiq olacaqdı. Doğru, düz diyorsunuz. Şimdi şöyle bir şey oldu. Biz tabii Şuşa'da güzel çekilişlerimizi yaptık. Çok kıymetli, çok çetin. Hem böyle sisler geliyordu, yağmur yağıyordu, bir anda güneş açıyordu. Şuşa'da da çekimlerimiz oldu çünkü. Oradan sonra da ben çok istemiştim Hüdafer'in köprüsüyle Azık Mağarası'na. O gün yola çıktık. Tabii önümüzde çok uzun ve meşakkatli bir yol vardı. Sağ olsun bu alanda da bize çok yardımcı olan askerlerimiz, Allah bin kere razı olsun onlardan. Amin. Çok yardımcı oldular. Bu arada yeri gelmişken Karabağ'da çekiliş yaparken şehitlerimizi çok andık. Yani Azerbaycan'ın genelinde de çok andık. Şehit ailelerine çok sabırlar diliyorum. Onlarla Şuşa'dayken konuşma fırsatı buldum. Buradan onlara selam gönderiyorum. O kadar kıymetliler ki. Aleykümselam. Əsra xanım, biraz öncə qeyd etdiniz ki, kəşki burada olsaydıq, amma əslində qalsa artıq 2023-cü ildəyik. Bilirsiniz ki, bu il bizim üçün çox önəmlidir. Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa ilidir və eyni zamanda Ulu Öndərin 100 illiyi qeyd olunacaq və mənə elə gəlir ki, bu münasibətlə mütləq Azərbaycana gəlməlisiniz, vətəninizə geri dönməlisiniz. Düz diyorsunuz. Benim bir tarafım zaten kesinlikle orada yaşıyor yani. Şu anda hissediyorsunuzdur belki. Daha geldiğim anda yanınızda olmak istiyorum açıkçası. Bu yıl evet hem 100. yılımız bizim de hem Haydar Aliyevi'nin yılı ve bizim bence bu yıl içerisinde çok daha Azerbaycan'a yaptıklarım bence yeterli değil diye düşünüyorum. Daha devamını yapmak dileğindeyim çünkü çok kadim topraklar, çok kıymetli yerler. Əlbəttə. Anlat bitmeyecek bir duygu durumu da var benim içimde açıkçası. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm ki, 2023-cü il Xədicə xanım söylediyi kimi Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşamız paytaxtı və Ulu Öndər Heydər Əliyevin də 100 illiyi məhz 2023-cü ildə qeyd olunacaq. Həmçinin qardaş Türkiyə ilə danışanda da 2023-cü il qardaş Türkiyə üçün də çox önəmli bir il olacaq. Cümhuriyyətlərinin 100 illiyini qeyd etmiş olacaqlar. Bax, bütün bu məqamların hər birini nəzərə alaraq xüsusilə məhz vurğulamaq istəyirəm ki, Əsrarəngiz Azərbaycan dedikdə bir çox bölümlər olub. İşğaldan azad olunan torpaqlarımızda olan çəkilişlər və ən əsası Nargin adasında da bu çəkilişlər olub. Tamaşaçılar Əsrarəngiz Azərbaycanı izləsələr hər tərəfli məlumatları olacaq ki, bizi bir-birimizə bağlayan çox böyük tarixi məqamlar var. Bir millət, iki dövlət olaraq bu addan da çıxış etmək istəyirəm və yeri gəlmişkən Əsra xanım, bir təklifim olacaq. Növbəti səfərdəki gələcəksiniz və getdiyiniz yerləri təkrarən getməyə məsləhət görəcəm. Çünki Azərbaycanda əsasən də işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur işləri elə sürətlə gedir ki, növbəti dəfə gələndə artıq tanımayacaqsınız. Həmin o xarabalxalardan artıq cənnətə çevrilmiş bir məmləkətimizi görəcəksiniz. Mütləq gözləyirik sizi. İnşallah, inşallah. Ben de çok mutlu olurum ki amacım aslında bu programı ilk düşündüğümde de Azerbaycan'ı, o güzelliğini, o azat olunan yerlerin o içindeki hazineyi çıkarttığımız zaman tüm dünyanın bunu görmesi ve bir daha inşallah böyle kötü durumların yaşanmayacağı, güzellikler içinde olan bir Azerbaycan'ı tüm dünyanın tanımasını istiyorum.
Bence bu çok yakındır. Niyə də olmasın ki? Buradan İzmirə qucaq dolusu salamlarımızı göndəririk. Buradan bütün Türkiyəyə, qardaş Türkiyəyə qucaq dolusu salamlarımızı, sevgilərimizi göndəririk və Əsra xanım Gəzginci, Əsrarəngiz Azərbaycan layihəsinin aparıcısı. Minnətdarıq sizə. Çox sağ olun ki, canlı bağlantı yarada bildik, danışdınız bu layihənizdən. Biz sizinlə sağollaşırıq ki, Bayram müəllimlə də bir-iki söz eşidək görə orada daha nə maraqlı məqamlar var idi. Siz də bizi izləyin, əziz Əsra xanım və əziz tamaşaçılarımız. Çünki məhz maraqlı görüntülərlə söhbətimizi davam etdirmiş olacaq. Əsra xanım, təşəkkürlər sizə. Minnəttarım, çox sağ olun, çox sağ olun. Sağ olun, sağ olun, Görüşmək üzrə, minnətdarıq. sağ olun. O ki qaldı Bayram müəllim sizə. İndi gəlib çatırıq Azıq mağarasına. Çünki Azıq mağarası bizim üçün tarixi əhəmiyyət daşıyırdı və orada bilinən, bilinməyən məqamlardan istəyərdim danışasınız. Bəli, Azıq mağarası bizim üçün çox önəmlidir. Çünki dünyada 3 ən qədim tapıntılardan biri. Biz Azıqantrop adlandırırıq. Azıqantropun alçına sümüyü məhz burada tapılıb. Bundan əlavə bu bizim üçün çox önəmlidir. Çünki çox çətin, bilirsiniz mən Qarabağda bir neçə dəfə olmuşam. O ərazilərin relyefi həddən artıq çətindir və qan bahasına əldə olunmuş bir möhtəşəm bir mağaramızdır. Bu olduqca bizim üçün önəmlidir. Mən əgər icazə versəydiniz, Əsra xanım haqqında da bir neçə kəlmə deyərdim. Çünki bunu mən özümə bir borc bilirəm. Bütün ekibimiz, bizim bütün çəkiliş heyəti kişilərdir. Bir Əsra xanım qadındır və bir qadının bu ekibi yönətməsi, idarə eləməsi çox həddən artıq mükəmməl şəkildə idi. Yəni bu bir qadının gücünün olduğunu göstərir və Əsra xanım sadəcə bir verilişin aparıcısı deyil. Bu Əsra Gəzginci Media Production'ı var və o production'ı yaradıb və bu cür çətin layihələr, çünki bunun daha öncələri də var, İstanbulda da çəkimləri olmuşdu. Bu cür çətin layihələri özü tək başına hazırlayır və müəyyən kanallara təqdim eləyir və həqiqətən də bu böyük bir işdir. Yəqin ki, o iş prosesi zamanı siz yavaş-yavaş onu kəşf etməyə başlayırdınız. Çünki əgər bu məlumatları əvvəlcədən bilsəydiniz, yəni xanımı söyləməzdiniz ki, o qədər də hündür deyil, 100 neçə pləkan idi? 186 pləkan idi, sən demə 700-də köçübmüş. Gəlin elə Azıq mağarası ilə bağlı o videonu təqdim eləyək, sonra söhbətimizə davam etdirək. Buyurun. Bu tarafa. Özümü sağ. Yarasaları, fareleri ve daracık geçitleri aştıktan sonra neden bu sıkıntılara katlandığımı anlatayım. Azıh Mağarası Avrasya topraklarında en eski insan yerleşiminin yapıldığı yer olarak kabul ediliyor. Arkeolog Mehmet Ali Hüseyinov tarafından başlatılan araştırmalarda 1968'de bir insan çene kemiği bulundu. Yaklaşık 300 bin yıl öncesine tarihlenen bu kemik, eski Sovyetler Birliği'nin sınırları içinde bulunan en eski insan kalıntısı oldu. Hocam mağaraya baktığım zaman tabii tarih öncesi bir mağara olduğunu görüyoruz. Kaç yıllıktı? Evet, 1.5 milyon yıl öncesine ait bir mağara. Aslında daha erken bulunabilirdi. Nasıl? Niye? Çünkü hem Çar Rusyası aynı zamanda Sovyetler Birliği'nde Kafkasya'nın eski bir bölge olmaması için ellerinden geleni ettiler ve bura hiçbir bilim adamını göndermediler. Stalin burada arkeolojik bir fiilin gerçekleşmesini yasaklamıştı. Stalin öldükten sonra 1950'den sonra artık burada arkeolojik bulgular, arkeolojik fiiller gerçekleştirildi. Azıq mağarası ilə bağlı çox önəmli faktlar üzə çıxır və dəyərli dostlar, təklif edirəm ki, mütləq bu bölümləri bir-bir izləyin. Və gördüyünüz kimi bir daha buna gəlib çıxırıq ki, yəni nə tarixi unutdurmaq mümkün deyil, nə də onu silmək mümkün deyil. Yaxın keçmişə nəzər salsaq, hətta qeyd də olundu ki, müəyyən hakimiyyətdə olan insanlar bunun qarşısını alırlar ki, həqiqətlər üzə çıxmasın. Amma olduğu kimi həqiqətlər bəlli bir zamandan sonra bir-bir üzə çıxdı və artıq bütün Azərbaycan deyil, bütün dünya artıq Azıq mağarası ilə bağlı bilgiləri əldə edə bildi. Sayənizdə çox sağ olun. Həm də tariximizlə bağlı bütün məqamları bildilər. İndi Bayram müəllim sizə eşitmək istəyirik ki, bax ən maraqlı məqamlar nə idi ki, siz tarixi faktları bütün dünyaya açıqlayırdınız?
Bəli, çox maraqlı, çox uyğun bir sual verdiniz. Həqiqətən mənim üçün də çox maraqlı, özüm üçün də kəşf etdiyim çox maraqlı məqamlar var idi. Çünki tarix fakültəsində oxuyandan bəri Azıq mağarasının o qədər hündür olduğunu mən özüm belə bilmirdim. Həddən artıq çox hündür imiş. Çünki bizim görmə şansımız yox idi. Paralel olaraq həmin o Şuşa, biz sadəcə olaraq Azıq mağarasında çəkilişlər aparmadıq. Nargin adasında da oldu, neft daşlarında da çəkilişlərimiz oldu. Hər kəsə bilindiyi olan Şirvanşahlar Sarayında da bizim çəkilişlərimiz oldu. Qız Qalasında da. Hətta mənim özüm yeraltı hamamın restavrasiya olunduğunu bilmirdim. Restavrasiya olunmuş yeraltı hamamda bizim çəkilişlərimiz oldu. İndi hələ 2 bölümümüz qalıb, 8 bölüm yayımlanıb. Hələ bir bölüm gəlir ki, Şuşa bölümü, daha bir Şuşa bölümü gəlir. Şuşa türməsindən elə bir məqamlar çəkmişik. Hətta Dilqəm və Şahbazın qaldığı o kamerada da bizim çəkilişlərimiz olub. Füzulidə, Ağdamda ən son bölümdə bizim var. Şuşa qalasında, Vaqifin məqbərəsində, Cıdır düzü. Ümumiyyətlə mənə ən çox təsir edən, ən çox duyğulandıran bir neçə məqam oldu. Biri də Şuşaya gedənlər çox gözəl bilir. Daşaltı kəndinin yuxarısında qayalıqlar var. Bəli. Həmin o qayalığın yanından həmişə Şuşaya daxil olanda Zəfər yolu ilə o məni çox duyğulandırar. Çünki zəfərimizin qazanıldığı həmin o nöqtə. O elə bir enerjisi var, elə bir Bayram müəllim, çox maraqlıdır. Hər kəs ki, Şuşaya gedərkən və döndükdən sonra ilk təəssüratları bu yolla bağlı söyləyir ki, o yolun belə sehirli bir, möcüzəli bir enerjisi var. Çünki o yolları biz Azərbaycan televiziyasının Bayram müəllim gözü ilə də görmüşük. Azərbaycan televiziyası mütəmadi olaraq Şuşa işğaldan azad olunandan sonra ilk səfər edənlərdəndir, ilk film hazırlayanlardandır ki, məsələ Şuşa həbsxanasından danışdıq ki, bu tarixin ən faciəli anlarını orada yaşayan insanlar, əsirliyin ən pis məqamlarını orada yaşayan insanların nələr çəkdiyini Azərbaycan televiziyası da incəliyinə qədər çəkib təqdim eləmişdir tamaşaçılarımıza. Biz də böyük məmnuniyyətlə məhz buna sizin yanaşmanızdan baxacağıq və inanıram ki, çox da maraqlı olacaq. Çünki Azərbaycan özü tarixin bir hissəsidir. Azərbaycanın hər hansı bir yerinə gedirsənsə, orada bir tarix yatır. Elə deyilmi? Mən sizə deyim, biz indi 10 bölüm çəkdik, deyil mi? Azərbaycanda hər daşın altını qaldır, tarix çıxacaq. Bəli. Elə indi onu da söylədim. Həqiqətən də o qədər tarixi, mədəniyyəti, musiqini, ədəbiyyatı iç-içə olmuş bir millətik ki, o qədər çox sevirəm ki bu milləti, o qədər gözəl şeylər yaradıb ki, çünki bu sadəcə memarlığa odaqlanmayıb. Eyni zamanda şairlərimiz də var, musiqiçilər, qaval daşı var bizdə, bilirsiniz. Biz bəlkə də özümüzdədir deyə o qədər də anlamırıq bunun dəyərini. Kənardan ki baxanda, indi NTV-dən kənardan biz baxanda bunun nə qədər dəyərli olduğunu biz anlayırıq və mənim ən çox sevindirən məqam ondan ibarət oldu ki, biz bunu çatdıra bildik. Sadəcə bir tarixi bir veriliş olmadı. Burada mədəniyyət də var. İndi az öncə də sujetdə də gördünüz, Məmməd Əli Hüseynovun videosunu, şəklini biz paylaşdıq. Bu insanlar bilsinlər. Bilsinlər ki, Azərbaycan dünən sırağası günün bir ölkəsi deyil. Azərbaycanda Sovet dövründə də elm var idi. Azərbaycanda orta əsrlərdə də elm var. Nəsrəddin Tusini yetişdirən bir xalqdır bura. Yəni, dərin bir köklərə malik olduğumuzu göstərməyə çalışdıq. Müəyyən bir məqamda... İndi bir şey deyim sizə, Bayram müəllim. Baxın, bunu tam səmimi olaraq deyəcəm ki, biz tarixçilərlə çox görüşürük. Tarixçilərin hər zaman maraqlı yanaşmaları olur, fikirləri olur. Amma sizin özünüzə məxsus elə fikirləriniz var ki, siz sadəcə olaraq tamaşaçılara lazım olan məqamların hər birini o anda söyləməyi bacarırsınız. Bir də əlavə bu da daha da marağı artırır. Hər kəsin anlayacağı dildə və hər kəsin istədiyini ötürə bilirsiniz. Buna görə təşəkkürümü bildirmək istəyirəm sizə. Çox sağ olun bu layihəyə görə. Biz sizi dəvət etdik ki, həm tamaşaçılarımıza bizim belə bir tarixçimiz olduğunu təqdim eləyək. Belə bir tarixçimiz Türkiyə ilə, qardaş Türkiyə ilə bərabər əsrarəngiz Azərbaycan deyərək qarış-qarış torpaqlarımızı gəzib tarixi məqamlarını təkcə Azərbaycan, Türkiyə deyil də bütün dünyaya çatdırırlar. Bir daha sizə təşəkkürlər. Yenidən görüşmək ümidi ilə. Gəlin bir də sıxaq əlinizi, enerjimizi bir-birimizə ötürək, yenidən görüşmək ümidi ilə. Sağ olun sizdən də. Necə belə layihələrdə, sağ olun. Çox sağ olun. İnanıram ki, növbəti layihələrdə, yeni işlərinizdə daim siz bizimlə bərabər olacaqsınız. Çox sağ olun. Tamaşaçılarımız hal-hazırda isə nə edirik? Fasiləmiz var. Fasilədən sonra dərhal qayıdacaq.
Gittiğin yollardan izin gitmeyir kulaktan dedi. Sözün gitmeyir gözümün önünden, yüzün gitmeyir yokluğun eşkinden. Sonra kalacak gittiğin yollardan izin gitmeyir kulaktan dedi. Sözün gitmeyir gözümün önünden, yüzün gitmeyir yokluğun eşkinden. Sonra kalacak. Bugün ayrılırız, ayın bugün ömrüm baharında. Sasak kalacak sen çıkıp gidersen, ancak hasretin gönlümde bir yolluk konak kalacak. Bugün ayrılırız, ayın bugün ömrüm baharında. Sasak kalacak sen çıkıp gidersen, ancak hasretin gönlümde bir yolluk konak kalacak. Gittiğin yollardan izin gitmeyir kulağından dedi. Sözün gitmeyir gözümün önünden, özün gitmeyir yokluğun eşkinden. Sonra kalacak gittiğin yollardan izin gitmeyir kulağından dedi. Sözün gitmeyir gözümün önünden, özün gitmeyir yokluğun eşkinden. Sonra kalacak. Gelirsen soyur, elinle elin gelirsen bir eve. Yuvaya gelin, yürek yolan, hatirelerin yığılır üstü üste kalacak. Gelirsen soyur, elinle elin gelirsen bir eve. Yuvaya gelin, yürek yolan, hatirelerin yığılır üstü üste kalacak. Gittiğin yollardan izin gitmeyir kulağından dediğim. Sözün gitmeyir gözümün önünden, özün gitmeyir yokluğun eşkinden. Sonra kalacak gittiğin yollardan izin gitmeyir kulağından dediğim. Sözün gitmeyir gözümün önünden, özün gitmeyir yokluğun eşkinden. Sonra kalacak. İzin kalacak. Nadir Rüstəmli, dəyərli dostlar, növbəti nəğməsini bizə təqdim etdi. Deyirəm ki, Elnur, musiqi qədər insan ruhunu oxşayan, onu gözəlləşdirən başqa nə ola bilər? Var, bir çox sahələr var. Mədəniyyətin bir çox sahələri var ki, insan ruhunu qidalandırmaq üçündür. Baxın, rəssamlıq var, heykəltaraşlıq var, ifaçılıq var, Rənglər var, teatr sənəti var. Bütün bunlar insanların seçimindən asılıdır. İnsanlar harda rahatlıq tapırsa, o işlə də məşğul olur və yaxud o işə böyük bir məhəbbət göstərir. Ona görə də bugün biz yenə də dəyərlərdən danışırıq və çox istedadlı bir gənc xanımı dəvət edəcəyik. Yaradıcı insanı dəvət edəcəyik. Çox maraqlı bir fikir paylaşıb öz səhifəsində. Söyləyir ki, qara rəngdən qorxursansa, bəyazı görə bilməzsən. Maraqlıdır, hə? Yox, anladım ki, siz... Sən qara giyinmişsən, mən də ağ. Onda gəlsin görək bu fikri niyə görə söyləyir. Gənc, çox istedadlı rəssam Lalə Hüseynova gəlir. Gəlsin Lalə xanım. Salamlayırıq sizi, xoş gördük. Hər vaxtınız xeyir olsun. Necəsiz Lalə xanım? Gün başladısa əlayam. Nə Gün başlayıb, artıq gün başladı və böyük bir enerji ilə başlamışıq. Bilirik ki, səhər saatlarında bizimlə bərabərsiniz və bundan öncə olan tarixi məqamları da qulaq astınız, dinlədiniz. Çox da gözəl bir maraqlı qonağımız var idi. Tarixi məqamları danışdıq. İndi isə bir balaca rəssamlığın tarixinə keçid almaq istəyirik. Lalə xanım, sizi salamlayırıq, tamaşaçıları da salamlayaq və dərhal keçək yeni layihələrinizə, işlərinizə, nələr təqdim edəcəksiniz o barədə Nə maraqlı fikir yazmışsınız. Qara rəngdən qorxursansa, düz İngiliscə yazmışdınız, indi bunu mütəxəssislər tərcümə eləyib. Təşəkkürümü bildirmək istəyirəm ki, dəvət edirsiniz gəncləri və araşdırmacıları ki, öz fikirlərimizi cəmiyyətimizlə bölüşürük. İlk öncə istərdim elə qara rəngdən qorxan ağ rəngi görməz, belə deyək. Çünki həqiqətən də qara rəng mistik bir rəngdir tariximizdən bəri. Nizaminin xəmsəsində də qara rənglə başlayır ən birinci. Çünki bəzən deyirlər ağ geyinmə,
toz olar, qara Bəli. qiymət söz olar. Əslində qara da bəzi ölkələrdə müqəddəs bir rəng kimi hiss etsə, xoşbəxtliyin rəngi. Bəzi ölkələrdə isə matəm rəngi kimi hiss Doğrudur. olunur. Amma ağın, qaranın içində işığı görmək də hər bir ruhun işi deyil. Nə gözəl söylədiniz. Belə deyim, Dünən hə. sizin səhifənizi izləyərkən baxdım ki, həqiqətən də çox gözəl işləriniz var və eyni zamanda dərin bir fəlsəfəniz də var. Nə qədər ölkənizə, tarixinizə bağlı olan bir xanımsınız, bu məni çox sevindirdi. Ümumiyyətlə, bilirsiniz necə, günü-gün inkişaf edən Azərbaycanda əlbəttə ki, hər bir sahə inkişaf edir, xüsusən rəssamlıq sahəsi. Və bu qədər böyük bir rəqabətin içində seçilib, özəl olmaq, bu hər rəssamı da Nəsib olan bir iş Nəsib olan deyil, bir şey amma deyil, onun doğru. tutduğu bir yol var. Çünki hal-hazırda məhz həmin məqama gəlib çatırıq ki, naxışların araşdırılması və o barədə onların siz tablolara daha dəqiq keçirilməsi. məlumat verin. Çünki mən birdən hər hansı bir səhvə yol vermiş olaram ona Bir görə. ustadın davamçısı olaraq mən də bizim türk mitologiyamızda olan motivləri araşdırıram. Bu motivlər bizim xalçalarımızda da türk dünyasına ortaq bir dildir. İlk öncə başlamaq istərdim ki, simvol nədir? Simvol Erik Fromm'un sözünə qüvvət deyir ki, simvol tək ortaq bir dildir dünyada. Çünki araşdırsaq bir fikri ifadə etmək üçün nitqi olmayanlar simvoldan istifadə edir və bu simvollar artıq inanclara çevrilir və o inanclar vasitəsilə bizim genetik kodumuza çevrilir. Çünki hər bir mədəniyyət, cəmiyyətin mədəniyyəti var və bu cəmiyyətin baxışını formalaşdırmaq üçün mədəniyyət çərçivəsində formalaşır. Və mən də çalışıram ki, öz genetik motivlərimi təbii ki, araşdırmalarla təsvir edim. Çünki bunu gördüm, bəyəndim, çəksəm, təsvir etsəm, onun bir anlamı olmayacaq heç bir kəs üçün. Amma burada gün başladı əsərimin mənası və ona mən bir kitab belə yazı biləcək səviyyədə təsvir edə bilirəmsə motivlə. Bu mənim üçün, hələ ki yolun ortasındayam deyirəm bir gənc olaraq, bir uğur adlandırıram. Gün başladı layihəsi. Ümumiyyətlə, madəm ki, bax, biz rəssamların özəlliyindən danışırıqsa, baxın, nə qədər xoşbəxt bir xalqıq ki, belə dərin tariximiz və mədəniyyətimiz var. Yəni, sizin üçün hər hansısa bir mövzu tapmaq üçün, araşdırmaq üçün o qədər də uzun zaman sərf etməyə ehtiyac yoxdur. Amma mən bir məqamda vurğulayım ki, əməkdar rəssam, xalçaçı rəssamımız, fəxrimiz Məmməd Hüseyn Hüseynovun ailəsində doğulan Layla xanım da əlbəttə ki, bu işi davam etdirəcək. Sənin verişində qonaq olmuşdu. Əlbəttə ki, Məmməd müəllimi, Məmməd Hüseyn müəllimi də buradan salamlayırıq. Gəlin keçək gün başladı dediniz. Elə həmin o əsərinizdən başlayaq. Əlbəttə ki, buyurun, gəlin, rahat biz təqdim edək, başlayaq, göstərək, görək burada çəkilənlərin mənaları nədir, nələr demək istəyirsiniz? Gün başladı budur mu? İlk öncə istərdim bunu yerdən götürüm bu cürə. Gün başladı budur? Bəli, gün başladı əsərimdən başlamaq istərdim. Elnur, mən varam orada əsas odur. Varıq. Mənim ən çox sevdiyim simvollardan günəş simvoludur. Çünki bizim türk inancımızda əsas elementlərdəndir. Necə ki, biz 4 elementi bilirik, 4 ünsürü, amma türk mitologiyasında 5 element var. O 5 elementin metal hissəsi var ki, o elementdə günəşi təsvir etmişəm, gün xanı. Çünki gün başladı, eski tariximizdə bizim alplarımız gün başlamadan öz çadırlarını, yəni yurtalarını gün başlayan tərəfə çevirərmiş o qapı hissəsini və o günün işığı ilə enerji alarlar və günə daha ovqatlı başlarlar, daha necə ki bizi kimi enerjili başlarlar və burada da bunu təsvir etməyə çalışmışam bir alp obrazı. 5 ünsür dediniz. 4-ünü biz bilirik, 5-ci hansıydı? Ağac elementi. Onu da sizə danışacağam. O barədə də danışacaqsınız. Onda gəlin vaxt itirmədən bu ilə bağlı fikirlərinizi. Əlibelində elementi, qoç buynuzu elementi və günəş elementi var. Əlibelində elementi və qoç buynuzu elementi bildiyimiz kimi xalçalarımızda da bir alplığı, gücü, bərəkəti təmsil edir və alp elementini də burada göstərməkdə bizim o cəsarətimizi xalq olaraq qüvvətli olmağımızı bildirmişəm. Tarixi abidələrimizdə də, qəbir daşlarında da biz o qoç elementlərinin hər birini görmüş oluruq. Əziz tamaşaçılarımız, arada vaxtınız olanda istirahət eləmək istəyəndə məhz yolunuzu içəri şəhərdən salın. Çünki orada da görmə imkanınız var. Hal-hazırda da biz gənc rəssamımız Lalədən bunların hər birini eşidirik. Çox detallı simvollar var, yenə də deyirəm. Çünki ayrı-ayrılıqda danışsaq, digər rəsmlərimə yox, hamısından danışaq. Əsas gün başladıdan başladıq ki, çünki günümüz də gün başladığından başlayır. başlayır.
Digər əsərimə Aha, keçmək gəlin indi istərdim. keçək Bu da buna. günəş elementi ilə bağlıdır. Hətta istərdim yaxından Siz gəlin burada dayanın, burada. yenə burada. yaxından Bura, bura. çəkilişlər. Nadirin yanına. Təşəkkür Burada edirəm. dayanın. Əsəri göstərəcəklər, siz artıq bu əsərlə bağlı danışın. Bu əsərim də diqqət yetirsə, oradakı günəş elementi də burada təsvir olunur. Var. Bəli. Sadəcə olaraq burada daha əlvan, rəngarənglik var. Aha. Burada mən daha çox kilimin tonlarından istifadə etmişəm, Azərbaycan doğrudur. kilimlərimizin və burada bir çox elementlər var ki, ulduz elementi var. Bildiyimiz kimi Türk tariximizdə ulduz dərin bir simvoldur. Çünki adi yeni ilimizdə yolkaya taxılan ulduzun belə bizim Şam ağacına Türk tariximizdən gəlir və neçə əsrlər sonra isə xristian dininə Əslində keçərək doğrudur, elə yeni il bizim olaraq keçirir. Narduqa Qədim bayramı. tarixindən doğrudur başlamışdı. Daha sonra isə onlar Bəli. müəyyən Mən əlavələr əslində bir şey etməklə yeni il deyəcəm. qeyd Ayaz etmək. Bəli. Xəcə xanım, mən əslində bir şey qeyd etmək istəyirəm. Bu portreti indi bizim dəyərli dostlarımız, operatorlarımız təqdim edir, rejissorumuz da təqdim edir. Mən bunu ilk baxanda meditasiya ilə bağlı. Hətta günəşə dua etmiş. Hə, təşəkkür meditasiya etmiş ilə kimi. bağlı hər hansı bir fikirlər gəldi, Bəli, keçdi. O çünki- musiqi, rahatlıq. Ulduzlar. Ha, Bəli, səbəbi var onun. Əslində mənim demək istədiyim o idi ki, mən demədən insanlar bunu hiss etsin, o meditasiyanı. Çünki şamanizmdə rituallar edirdilər, yəni tariximizdən bilirik bunu və günəşə ritual, yağışa ritual, suya, zaman düz torpağa, oda ritual və burada həm su elementi var, həm od elementi var. Bu iki əsərimi od elementinə həsr etmişəm. Çünki burada günəş bilirik, istidir, bizə canlılıq verir, Bəli. qüvvət Enerji verir. verir. Günəş olmasa nə olar? Bədəndəki enerji də dəyişər. Buradakı rənglərinin də özünə məxsus Siz mənası bu var. simvolları necə araşdırırsınız, siz tapırsınız? Əlbəttə ki, ustadımın araşdırmaları ilə, kitabları ilə Məmməd Hüseyn Saçımızı müəllimin. belə eləyək ki, tamaşaçılar sizi daha yaxşı görə bilsin. hə? Həmçinin də bir çox kitablardan araşdırmalar edərək, çünki elə bir simvollardır ki, bilməliyəm ki, hansı simvol hansı simvola yanaşı olmalıdır, yaxın olmalıdır. Əks də ola bilər mənaları. Çünki daha çox araşdırma tələb edir. Deyim sizə, dünyanın hər hansı bir yerinə gedə bilərsiniz, sərgiləri gəzə bilərsiniz. Hansı naxışları görəndə bilirsiniz ki, sırf bu Azərbaycana və yaxud bizim özümüzə, tariximizə aid olan naxışlardır. Əjdaha elementi olsun, qoç Xalçanın buynuzu. üzərində olan yəqin ki, naxışlar hər birimizdə daha çox Bəli, tanışdır. bəli, hə? motivlər daha Yox, çox bizə naxışlardan danışıram ki, hər hansı bir yerdə o naxışlar hansı əjdaha? Əjdaha elementimiz Aha, var bizim. Əjdahalı xalçalarımızdan yadımızdadır. Qoç buynuzu elementi, Doğrudur. əli belində elementi, hətta saçağlı gəlinlərimizin belə tarixdə subay xanımlar və yaxud evli xanımları ayırd edici xalçalarımız olub bizim. Oradakı elementlərlə bizim alimlərimiz ayırd edə bilirdi ki, bunu hansı xanım toxuyub. Cehizli xalça elementlərimiz var, motivlərimiz bəli, var. bəli. Bunlarla Türk və Azərbaycan ortaq el motivləridir. Bir şey fərqlənir bizdə. Bizdə daha çox motiv zənginliyi və rəng zənginliyi var xalçalarımızda. Amma Türkiyədəki rəng zənginliyi ilə Azərbaycan xalçalar tamam fərqlənir. Cənubi Azərbaycan xalçalarındakı naxışlarla da əlbəttə ki, biz bir çox şeyləri oxuya bilirik və dünyanın bir çox sərgilərində, muzeylərində də saxlanılmaqdadır ki, o da bizim öz tariximizi rahat bir şəkildə, yəni o oxumağı bacaranlar rahat bir şəkildə oxuya bilirlər. Hətta o zamanlar, yəni tarixə də nəzər salsaq, oxumağı bilməyənlər də bax dediyiniz kimi o elementlərlə, naxışlarla artıq o tarixi nəsildən nəsilə ötürüblər. Çünki eski zamanlarda bu əsərlər, yəni bu tipdə əsərlər və yaxud yazılar vardı ki, simvolik olaraq yəni şahlar arasında mesajlaşma xarakteri daşıyırdı. Yəni kənar şəxs başa düşmürdü bu nə deməkdir. Və zamanla bu artıq bizim inancımıza çevrildi. Hətta günümüzdə belə 21-ci əsrdə WhatsApp-da biz emojilərlə danışırıq. Bu da bir simvolik bir şeydir. Layla xanım, gəlin indi keçək bu bir əsərimizə dərhal danışmalıyıq. Çünki vaxtımızı da nəzərə alaq, rahat bir şəkildə bundan da danışaq və sonuncu işimizə də toxunaq. Buyurun. Bu əsərim isə təbiət ana əsəridir. Ağac simvoludur. Gördüyünüz kimi kök salıb və yuxarıya doğru sanki dua edir. Bəs niyə bu rəng? Niyə bu rəng? Onu vurğulayacağım. Çünki biz dua edərkən nə edirik? Əlimizi səmaya açırıq. Və səma nə rəngdədir? Göy rəngdədir. Və göy tanrıçılıq, gök təngri xanlığı oradan gəlir, belə deyək, göy xanlı inancı. Və ona görə burada da göy tonlar istifadə etmişəm ki, göy insana inanc verir. Göy insana qüvvət verir. Beşinci ünsürdə ağac olduğu üçün, bax burada ağacları
güllərimiz də. Güllərimiz də var. Şeylərimiz də var. Zamanımız çox azdı, istədim ki, hamısını göstərə bilək. Amma bizdə sonuncu sehirli bir əsər var idi ki, Lalə xanım onu götürək, dərhal danışaq oyunla da bağlı qısa Bəli, fikrimizi bu bildirək. əsərim isə bizim Xarı bülbülümüzdür. Mənim təsvirimdə Xarı bülbülüm və Şuşama ithaf etmişəm. Şuşamıza ithaf olunan Xarı bülbüldən məhz sonda danışmaq istədik. Çünki bilirsiniz ki, 2023-cü il Şuşamız, mədəniyyət paytaxtımız olan Şuşamız Türk dünyasının mədəniyyət paytaxtıdır və bu məqamı dəfələrlə Xədicə xanım da söylədi, mən də söylədim. Lalə xanım, çox sağ olun gəldiyiniz üçün. Çox sevinirik ki, sizin kimi istedadlı və savadlı rəssamlarımız var. Araşdırmalar gedir, bu araşdırmaların bir nəticəsi olur. Bu bizi çox sevindirir. Tamaşaçılarımız da gün başladıya baxmaqdan zövq alırlar. Çünki tamaşaçılarımız da bilirlər ki, gün başladıya City Garden Nərimanov layihəsinin sponsorları baxırlar. Put your loving hand out, baby. Cause I'm begging. I'm begging, begging you, so put your loving hand down, baby. I'm begging, begging you, so put your loving hand down, darling. Riding high, when I was kid, I played it hard and fast, cause I had everything. I walked away, well you want me then, but easy come and easy go, when it would end. So anytime I believe you let me go, yeah, anytime I feel you get me, no. Anytime I see you let me know, but I plainly see, just let me go. One more money's while I'm begging, cause I don't wanna lose you. Oh, hey, yeah, la-da-da-da, I'm begging, begging you. Oh, so put your loving hand down, baby. I'm begging, begging you. Oh, so put your loving hand down, darling. I need you to understand. Tried so hard to be a man, the kind of man you want in the end. Only that can I begin to live again. An empty shell I used to be, the shadow of my love for hanging over me. A broken man, but I don't know who would even stand to never stand with my soul. Why we're doing, why we're chasing, why we're bottom, why we're basement, why we cockles check on racing, why the field don't need to place me. You're the wrong with right from the good. I wanna paint a picture, tell her where we could be at, like your heart in the best way should. You can give it away, you had it, took the bait. But I keep walking on, keep opening doors, keep open for, the door is yours, keep yours at home. Cause I don't wanna leave in the broken home, that I'm begging. Yeah, I'm begging, begging you. So put your loving hand down, baby. I'm begging, begging you. So put your loving hand down, darling. I need you to understand. Tried so hard to be a man. They can't know me, you want in the end. Only they can I begin to live again. I'm begging, begging you. Put your loving hand down, baby. I'm begging, begging you. Put your love. So put your loving hand down, baby. I'm begging, begging you. So put your loving hand down, darling. Nadir!
Rüstəmli, bu nə ya? Gözəl, Bu nə gözəl ifa idi ifadə. belə? Hətta bizim operatorlarımız da hər biri alqışlarlar sizi. Çünki hər birimiz zövq alırıq və əziz tamaşaçılarımız gün başladı. Qaldığı yerdən davam edir. Yenə də enerji ilə qarşınızdayıq və yenə də bütün tamaşaçılarımızın hər birini salamlayırıq. Bugün Nadir Rüstəmli bizimlə bərabərdir və bilirsiniz ki, 2022-ci ilin son günündə belə məhz Nadir Rüstəmli bizimlə bərabər idi. Gözəl ifasını təqdim etdi. Bu ondan xəbər verirdi ki, 2023-cü ildə mütəmadi olaraq artıq bizim ailəmizin üzvü olaraq gözəl nəğmələrini təqdim edəcəksən. O ki, qaldı bizim məhz bu bölümdəki hissəmizdəki mövzumuz olur, özün də bilirsən bunu çox yaxşı və qonağımız olur ki, qonağımızı da dəvət edirik. Gəlsin, psixoloqumuz Məleykə İsmailovanı dəvət edəcək. Məleykə xanım, xoş gördük, xoş gəldiniz. Məleykə xanım, necəsiniz? Xoş gördük. Çox sağ olun. Çox maraqlı bir mövzudan danışacağıq. Rəngi bir çay verəcək. Çay hazırdır. Biz də çox maraqlı bir mövzu ətrafında danışacağıq. Mövzumuz isə panik ataklardan ibarətdir. Təşviş, həyəcan hissi, panik atak sözü artıq hər kəsə tanışdır. Hətta kimdə bir balaca narahatçılıq hissi yaranırsa, həmən deyir ki, məndə panik atak var, panika var. Amma əslində qalsa panik atak nədir? Bir açıqlamasını bilək də. İlk növbədə sizi gördüm, çox xoş oldu. Nə gözəl. Mən düşünürəm ki, tamaşaçılarda da elədi. Sizinlə başlanan gün pozitiv olmaya bilməz. Başqa cür ola bilməz. Və kimin panik atakı varsa dərhal keçəcək. Diqqətiniz bizdə olsun. Başladıq. Panik atak belə bir termindir ki, anidən gələn tutmalar formasında özünü göstərir. Panik atak yer kürəsinin əhalisinin yarısından çoxunda ömründə bir dəfə də olsun keçirə biləcəyi bir prestupdur. Amma hər təşviş pozuntusu, hər həyəcanlılıq halı panik deyil. Əgər biz bu suala baxsaq ki, panik atak nədən yaranır, niyə oldu? Panik atakın yaranma səbəbi xroniki stresslərdir. MKB-də də xəstəliklərin tənzifatı kitabında xəstəlik kimi qeyd olunsa da əslində xəstəlik deyil, təşviş pozuntuları sinifinə daxildir. Yəni, xroniki stress nəyə çevrilir? Bir müddət sonra insan o stressini kontrol edə bilmədikdə həyəcanlılıq halını artır. Həyəcanı kontrol edə bilmədikdə təşvişə çevrilir. Xroniki hala keçir. Bəli, xroniki hala keçdiyinə görə prestuplar vaxtaşırı intensivliyini dəyişir və biri var ki, panik atak. Bu, məsəl üçün, hər bir insanda ildə bir dəfə ola bilər, həyatında bir dəfə ola bilər. Gözləmədiyi anda birdən olur. Bəli, biri də var ki, panik pozuntu bu artıq intensivliyi davamlı olan tutmalardır. Siz panik atakı olan bir insanla görüşmüsünüzmü? Əlbəttə, əlbəttə. Onların ilkin əlamətləri nələrdir? Mən bunu çox bilmək istəyirəm. Nəyə görə? Çünki bəzən boğulmalar olanda və yaxud halsızlıq olanda və yaxud yuxu gələndə, mən ətrafımda olan insanlardan danışıyorum. Yuxu gələndə belə deyirlər ki, məndə panik atak tutdu. Bunlar düzgün yanaşmadımı, yoxsa tamam başqa bir tərzdə olur panik atak? Yox, baxın, son dövrlərdə panik atak sözünü bilməyən, eşitməyən insan yoxdur. Bu barədə çox danışılır. Həm də kim gəldi danışır. Sözün açığı klinik psixologiyadan, psixiatriyadan xəbəri olmayan insan panik atakı ürək tutmasından heç ayıra bilməyəcək və ya elementar bir həyəcanlılıq həddindən ayıra bilməyəcək. Panik atakın özünə məxsus simptomatikası var. Panik atak mütləq heç bir səbəb olmadan anidən gələcək və eyni zamanda bir sürü vegetativ simptomlarla özünü göstərəcək. Burada əl əsmələri olacaq, bədən uyuşmaları olacaq. Qorxu olacaq. Qorxu olacaq, ölüm qorxusu, ağlını itirmə qorxusu, kontrolünü itirmə qorxusu. Başdan dediyimiz kimi, əgər insan stresin, həyəcanın kontrolünü saxlaya bilmirsə, əlbəttə ki, bütün bu fikirlərin, sarışan fikirlərin olması normaldır. Deməli, Xədicə xanım panik atağı çox gözəl araşdırma aparıb. Araşdırandan sonra indi suallarını verəcək. Mən sonuncu sualım ondan ibarətdir ki, bu panik atak o zaman sizin dediklərinizdən belə çıxış elədim ki, hər bir yaş dövründə özünü göstərə bilər. Bəli. Baxın, bu dediyim kimi xəstəliklər kitabına salınsa da xəstəlik deyil, təşvişli pozuntudur. Amma bu xroniki xəstəliklərdən sonra da üzvü səbəblərdən də yarana bilər. Bu yalnız psixotravma nəticəsində, stresin xroniki olması nəticəsində yaranmır. Həm də üzvü səbəblərdən hər hansı bir xəstəlik əməliyyat sonrası yarana bilər. Tutalım ki, hormonal pozuntu endokrin problemlərinin səbəbindən yarana bilər. Ona görə də buna bir peşəkar yanaşma lazımdır. Kim yanaşmalıdır? Misal üçün, bax, bu simptomlar var. Əksəriyyətimizdə var. Biraz əvvəl də qeyd etdik ki, dünyanın bir çox
yer kürəsində yaşamış planetdə olan insanların əksəriyyəti bu problemlə əziyyət çəkir. Bəli, amma bilirsiniz deyil. problem necə bir Yəni bu şeydir? psixoloqa mı getməlidir, nevroloqa mı Gözəl getməlidir, sualdır. cərraha mı müraciət etməlidir? Gözəl Klinik sualdır, psixoloqa Xədicə mı xanım. getməlidir? Baxın biz müharibə sonrası ölkə olduğumuza görə həm də bu biri-birinin ardıcan yəni konflikt olaraq çox uzun çəkdi. Bu da öz sözünü dedi. Bizim insanların əksəriyyətində bu panik pozuntu olduğuna görə. Bir də onu qeyd edim ki, panik atak başqa bir şeydir. O tez-tez tutmayan, intensiv olmayan bir tutmadır. Amma bu intensiv hala gəldisə o zaman pozuntudan söz gedə bilər. Bu intensivləşibsə insan bir psixiatra görülsə və ya bir psixoloqa getsə çox yaxşı olar. İndi dedik ki, stresin kontrolünü saxlamamadan əmələ gəlir. İnsan danışanda, Elnur mən üzr istəyirəm, sözünüzü bölürəm. İnsan danışanda stresini danışmış olur. Panik atak mənim təcrübəmə görə danışan, sanqvinik tipajlı insanlarda olmur. Çünki niyə? Daha çox içə qapanıq, içə dönüş, introvert insanlarda olur. Çünki onlar özlərini ifadə edə bilmir, öz problemlərini bölüşmürlər, yaşantılarını bölüşmürlər. Yəni bizə gəlirlər nəyə görə? Biz baxırıq ki, onu tetikləyən səbəb, trigger nədir? Həmin triggeri biz tapırıq. Elnur, sən nəsə demək istəyirdin? Araşdırmaçı, mütəxəssis Xədicə sənin qızını Yox, sən eşidək. nəsə fikrin Buyurun. Bir çox psixoloqlar deyir də, neyroterapevtlər belə deyək də, Neyropsixoloqlar? Ola bilsin. Söyləyirlər ki, bu xəstəlik əgər artıq təsdiqlənibsə, diaqnozu qoyulubsa, antidepressanssız müalicə olunmur. Sizin fikriniz mənim üçün çox önəmlidir. Olurmu, yoxsa olmur? Baxın, sizə bir şey deyim, Xədicə xanım. Suallarınız çox gözəldir. Antidepressan istənilən halda hər dəfə hər bir psixi pozuntu üçün təyin oluna bilməz. Və o fərdi təyin olunmalıdır. Yəni elə bir stadiyada təyin olunmalıdır ki, artıq insan doğrudan da, baxın, bu ki intensiv hal aldısa, tutalım insan var ki, bir gün ara həmin bu panik atakları əmələ gəlir, tutur. Həmin bu insan artıq bir müddət sonra o panik olacaq deyə onun qorxusundan qorxmağa başlayır. Və o yaranmağa başlayır. Bəli, bu təqdirdə ona dərman müalicəsinə başlamaq olar, amma psixoterapiya vacibdir. Çünki onu tetikləyən psixotravma varsa, mütləq onu bir psixoloqla çözülməlidir ki, panikdən azad olsun insan. Bildiyimə görə həmin o həblərə asılılıq da var. Bəli. Və getdikcə onun dozunu da artırdıqca, yəni bu hara qədər gedib çıxacaq? Mən onu demək istəmədim ki, hörmətli həkimlərimiz bizdən inciməsin. Bəli, onların istənilən birində psixotrop maddə tərkibli olduğuna görə o sinir ucluqlarını keyləşdirir, problemi kökündən həll etmir. Həmin an üçün simptomatikanı yığır. İndi görün mən nə deyəcəm. Hər bir təşviş bu bir qorxu deyil. Sevinç gətirən təşvişlər də olur. Məsəl üçün kimsə ali məktəbə daxil olur, onun sevincini yaşadığı təşviş var. Aidiyyatı olmur da. Onu bilmək olmaz ki, bu panik ataka gətirib çıxarda bilir sevincdən, yoxsa yalnız və yalnız mənfi hadisələr. Məncə o daha çox mənfidir. Mənfi, Elnur müəllim, Xədicə xanım düz deyir, çox gözəl araşdırıb. Çünki mənfi, bizi ilə baş verən psixotravmatik olaylar ki var, bu hadisələr burada emal olunmayana qədər, o bizim amigdala dediyimiz limbik beynimizdə var olurkən, bizim qərar qəbul edən, davranan, ağıllı beynimizə ötürülmürsə, transfer olunmursa, o şuuraltı ilə amigdala arasında qaldığına görə nə baş verir? Prefrontal lobda hər zaman aktiv olur və tətikləyici faktor olmadan belə panik atak pristupunu insan yaşaya bilir. Mən sizlə tamamilə razıyam ki, burada paralel psixoloji dəstək alınmalıdır. Nə üçün? Çünki panik atak keçirdən insan hər şey gözəldir. Bax, təsəvvür edin, biz söhbət edirik, deyirik, görürük, danışırıq, bir anda o tuta bilər. Bəli. Və o anda biz kənarda onu görə bilmirik, amma onun gözündə gördüyü kimi, o keçirdiyi hissləri, bəlkə də dili ilə anlata bilməz, amma o hissləri özü keçirdir hal-hazırda. Elə deyilmi? Bəli, bəli. Və psixoloji dəstək almadan, müəyyən təbii ki, müalicə kompleksində keçmədən bu problem getdikcə dərinlənə bilər. Çünki mənim də ətrafımda az adam yoxdur ki, bu vəziyyətdən əziyyət çəkir. Amma Xədicə xanım, biz pis tərəflərini danışırıq. Yaxşı tərəfi də budur ki, biz orqanizm ki, mobilizasiya olunur bu stresə qarşı müqavimət axtarır əslində ki, bu çıxış yolunu necə tapır? Məncə çıxış yolu var. Var. Bundan müalicə olunan nə qədər insanlar olub, şəxsən mənim təcrübəmdə, yəni panik atak hökm deyil. Ondan azad olmaq olur. Əgər istərsəniz, vaxtımız varsa, mən bir-iki texnikada deyərəm. Buyurun. Hardakı bir Nadir Rüstəmdə oturub sakit qulaq asır, texnikaları deyil. Çünki bilmədən də keçirdə bilər ya bunu. Bəli. Bunun panik atak olduğunu bilmədən də biz həmin vəziyyətə düşə bilərik. Çünki mən hal-hazırda özümü analiz eləyirəm ki, mən də nə vaxtsa keçirmişəm hər hansı bir vəziyyətdə və yaxud Nadir, çünki Nadirin o qədər təşvişli məqamları olur. Sən onu hiss edərdin, Elnur. Sən onu hiss, bax, stres, adi keçirdiyimiz stres, təşvişlə
panik atağı bu müqayisə etmək düzgündür. Çünki o daha qəlizdir, o Bəli. daha sürəsi daha uzundur. Oroşdurub Biz da. təşviş keçirəndə, Elnur müəllim tamamilə haqlıdır Xədicə xanım. Biz təşviş keçirəndə o təşvişin kontrolünü müəyyən müddət sonra əlimizə ala bilirik. Amma panik atakın kontrolünü ala bilmirik. Çünki həmin anda mən öləcəm, mənə pis bir şey olacaq, mənim üçün hər şey bitdi, boğuluram, ürəyim dayanacaq. Bir sürü vegetativ simptomlarla görsənir. Belə bir sualım var ki, mənim bu hər hansısa başqa məsələn ürəyimdə məsələn aritmiya var və yaxud da hər hansısa bir orqanla bağlılıq birbaşa beyinlə bağlıdır onda bu. Psixika ilə bağlı. Psixika. Orada həll olmayan bir şey varsa, orada bizi tətikləyən posttravmatik stres pozuntusu və ya hər hansı bir travmatik hadisə varsa, biz onu həzm edə bilməmişiksə, başdan söylədiyim kimi içə dönüküksə, biz o barədə heç vaxt danışmırıqsa, bax mən o gözəl texnikanı elə buradan sizin sualınızı Buyurun, eləyək. Ən qısasını eləyək ki, əgər kimsə psixoloqa gələ bilmirsə, bəli, biz belə ələ açırıq, demək istəyirik sizə ki, buyurun, özünüz evdə öz panikinizin kontrolünü əlinizə ala bilərsiniz. Necə, hansı formada? Tutalım ki, panik atak olmadığı devirdə, bilirsiniz ki, bu sizdə təkrarlanır. Həmin bu simptomları və əmələ gətirən nədirsə, insan var ki, öz travmasını bilir, nədən sonra yaranıb bu. Həmin psixotravmasını bilən insanlara demək istəyirəm ki, adi zamanda, sakit olduğunuz devirdə bir güzgünün qarşısında oturun, yaşadığınız travmatik olay nə olur olsun, özünüzə onu danışın. Öz əksinizə onu danışın. Ən xırda məqamlarına qədər danışın. Nə hiss etdiniz, nə yaşadınız, o yaşantı sizə nə verdi, Bunu necə özünüzə özünüzü hiss danışmalı, etdiniz. yoxsa sanki qarşınızda Özümüzə başqa bir Xədicə insan xanım, var? öz əksimizə, Daha öz böyük əksimizə. problemlərə yol açmaz və sonra özümlə Baxın, danışmağa mən sizə bir şey başlayıram. deyim, bu çox çətindir. Əslində heç rahat bir şey deyil ki, sənin qaçdığın, psixikada sıxışdırdığın bir küncə bir problemi sən indi hal-hazırda özün özüvə etiraf edirsən. Bu birinci dəfədən qaçmalar ola bilər, ağlaya bilər insan yarıda qoya bilər, amma ikinci dəfədə cəhd edin bir saat sonra, biraz dincələndən Bəs sonra. mən buna öyrəşsəm, özümlə danışmalı. Baxın, bir şey deyim sizə, siz bunu öyrəşməyəcəksiniz. Əslində siz o panik atakları, panik tutmaları baş vermədi deyə, daha intensiv deyil deyə əvvəlki kimi siz bu travmatik hadisəni danışdınız, artıq bu sizdən çıxdı. Siz artıq ikinci, üçüncü dəfə bunu eləyəndə, onu da qeyd edim ki, gündə cəmi 2 dəfə eləmək olar, çox olmaz. Bunu edəndən sonra başa düşəcəksiniz ki, nə qədər sizin həyəcanlılıq həddiniz azaldıb və hadisənin özü sizin üçün adiləşəcək. Nadir çox yaxşı Açar bir məsələyə burdadır. toxundu. Bilirsiniz, doğrudan da ola bilər elə bir şey ki, tutaq ki, artıq o vəziyyətdən Hətta çıxdı, aşırıq. zaman keçdi, biz artıq alışmışıq axı özümüzə müəyyən şeyləri etiraf etməyə, evdə təkəm. Nəyisə danışmağa Psixik başlayıramsa, pozğunluq birdən evin digər nümayəndəsi girir və görür ki, sən Öz-özünə danışmaq. mətbəxdə Yəni özünə mən danışırsan. qeyd etdim axı ki, bir rahat bir mühitdə, harda ki sizə rahatdır orada. Çünki əlbəttə ki, kimsə gəlib onu qıracaqsa o prosesi, əlbəttə Yox, o prosesdən söhbət gedir, o İdarə proses eləmək bitdi, söhbəti. artıq alışqanlıq halına gəlir. Əslində qalsa bu normaldır. Yox, Hətta Xədicə xanım, psixoterapevtlər söyləyiblər ki, insanın bəzən özü ilə, yəni təklikdə, otaqda söhbət etməsi bu normaldır. Yəni Bilirsiniz, bir var hər şeyi danışasan. Bu artıq bəli, öyrəncəlik halına gələ bilər. Bu bir nevi bəli, bəzi pozuntulardan xəbər verə bilər. Bizim danışdığımız travmatik olayı danışmaqdır. O travmatik olayı gözündə kiçiltmək üçün insan bir müddət danışır, baxır görür ki, bir müddət sonra əslində bu elə də yəni böyük bir problem deyildi kimi ona gəlir və bu intensivlik də azalandan sonra panik tutmaları bir də baxırsınız ki, insan bu qəhrəmanlığına görə özü-özünü nə ilənsə mükafatlandırır. Mən Mələkə xanıma qoşuluram dostlar. Burada belə bir məqam var ki, hansısa vəziyyət səni panik atağa doğru aparırsa, Onu bax, danışmalı. həmin məsələni danışmalısan Mənim ki, qorxduğum bir şey o oldu ki- səndən uzaqlaşsın. Bax, bu növbəti mərhələlərdə nəyə kömək ola bilər? Bu mənim öz düşüncələrimdir. Bu qarşına məqsəd qoya bilərsən, özünlə danışmağı bacarasan, özün kim Etiraf olduğunu edəsən. anlayasan, etiraf edəsən. Bəli. Bugün nə etdim, necə etdim, hesabat verəsən. Bəzən insan özü ilə danışmaqdan qaçır, özünü, əksini görməkdən qaçır. Amma Bəli. insan özü-özünü görməyi bacarmalıdır və bunu öyrəşməlidir ki, mən kiməm və nəçiyəm, nə edirəm. Bəli. Və deyilən Mələkə xanımın dedikləri də bizi narahat edən məqamlardır ki, bununla üz-üzə qalaraq biz ondan uzaqlaşırıq. Mənim mahnım elə o haqdaydı. Birinci oxudum mahnım Fade to Black mahnısı. O haqda intervyu verəndə onu dedim. İngilis dilində nə hamı Xədicə xanım kimi tərcümə eləməyi bacarmır axı. Yəni ki. qorxularla Nasıl üz-üzə olsaydı gəldim. deyərdim. Sadəcə mənim qorxum odur ki, həmin o travmatik olayla üz-üzə qalıb özümə danışandan sonra, o söhbət qutarandan sonra mən başqa söhbətə keçsəm özümdən, bu artıq qorxulu bir Bəli, situasiya bəli. Bu zaman terapevtinizə mütləq müraciət Onu da edin. Çünki bu artıq sərhədlərini keçmiş bir özü ilə
psixologiya aləmi o qədər maraqlıdır ki, o Bəli, qədər cəlb çox edicidir Mənim ki. atam nevroloqdur bu arada, ona görə marağım Ay, nə var. gözəl. bu Təbrik mövzulara. edirəm. Çox sağ olun. Baxın sizə bir şey də qeyd edə bilərəmmi? Buyurun. Panik atakdan sonra insanlar deyir ki, bu şeyi heç kəs yaşamasın. Elə bir günə qaldım ki, bütün bədənim süsləşdi, heç nə edə bilmirəm. Həmin an üçün insan nə edə bilər? Öz-özünə necə yardım edə bilər? Yaxınlıqda bir soyuq su götürmə imkanı varsa soyuq su içə bilər. Daha sonra əllərini bu şəkildə silkələyib, sonra isinənə qədər bir-birinə sürtməklə. Çox sadə bir şey. O anda. Hə. Daha sonra üzərində varsa, yaxınında varsa mentollu bir saqqız çeynəmək. Bu da beyni yayındırır. Daha sonra kiminsə bir telefon nömrəsini və ya keçən ilin bu vaxtı mən hardaydım və ya keçən həftənin bu vaxtı mən harda nə edirdim deyə özünə sual verərək öz beynini yayındıra bilər. Çünki burada beyin yayındırması etmək çox yaxşı işə yarayır. Mən beyin yayınması olaraq hansı üsuldan istifadə edirəm, ətrafında olan insanlarda baş verir deyə. Mən dərhal onları şəhərdən kənara, dəniz kənarına aparıram istənilən bir fəsildə. Açıq havada əyləşərək, yəni soyuq olmasına və yaxud isti olmasına baxmayaraq açıq havada əyləşərək bir stəkan çay içirik, rahatlaşırıq və bütün o ətrafında olan mühitdən uzaqlaşdırırıq. Mənim mahnılarıma qulaq asın. Təqribi bir 2-3 saat ərzində. Ən Bundan sonra gözəli elə odur. vəziyyət olanı mən səni zəng edirəm. Yox, söz nəsi mənasında Ümumən 2-3 insan var axı saat. onu transportda keçirir, ümumi nəqliyyatda. Biz onu ora necə apara bilərik? Sizin metodunuz çox gözəldir, bəyəndim, ancaq əslində lazım olan odur. Amma insan transportdadırsa, məsələn, orada bu imkanları yoxdur da. Yox, yəni Mənim dediyim onlar üçündür. anidən tutanlar üçün siz dediyiniz. Bəli, bəli. Hə, anidən tutanlar Bir üçün. də nəfəs texnikaları var. Məsələn, 7 sayaraq alırıq, o üzr istəyirəm, 5 sayaraq aldıq, 4 sayaraq saxladıq, 9 sayaraq verdik nəfəs. O da özümüzə köklənməkdə, nəfəsimizə dinlənməkdə bizə kömək eləyəcək ki, biz həmin an üçün o həyəcanı özümüzdən uzaqlaşdıra bilək. Bir də onu deyim ki, panik atakdan heç kəs ölməyib. Bu insanlar bizə ölürəm deyə Bunu o gəlirlər. keçidən insana söyləyir də, Amma xahiş heç edirəm. kəs hələ panik atakdan bir dünya statistikasına görə ölmədi, həyatını itirmədi, onlara bir şey olmadı. Çünki bu xəstəlik deyil, bu simptomatikadır. Sinir sistemi zəifliyidir. Keçib gedən bir şeydir. Keçib gedən bir şeydir. Kontrolünü əlinə alsanız hər şey keçib gedəndir. Sadəcə bunu, o dediyim kimi, bayaq dediyimə bir əlavə tutalım ki, insan əgər panik atak keçirmədən özünü dəstəkləmək istəyirsə, mütləq nə etməlidir? Özünə dəstəkləyici sözlər söyləməlidir ki, mən bunu aşa bildim, əslində ölmədim. Həmin an üçün öləcəm düşündüyünə görə bunu belə bir pozitiv duyğuyla Müdürlər necə deyir? O gün elə bu gündür. Bunu deyir. Bəli, bunu deyirdi. Əziz tamaşaçılarımız, Mələkə İsmayılova Ölümdən başqa hər şeyə çarə var. dəyərli psixoloqumuz Mələkə xanım İsmayılova çox sağ olun, ətraflı məlumat Təşəkkür verdiyiniz üçün. edirəm. Mənə gəlir ki, məhz panik atakla bağlı ən gözəl, ən maraqlı fikirləri məhz burada gün başlarda səsləndirdik. Amma daha çox verə bilərdi ki, ilk vaxt məhdudiyyəti var. Çünki tamaşaçılarımız da bilirlər ki, gün başladı ya. City Garden Nərmanov layihəsinin sponsorluğu ilə baxırsınız. City Garden Nərimanov layihəsi. Şəxsi bağçası olan dupleks mənzillər, qapalı üzgüçülük hovuzları, açıq və bağlı fitness sahələri, yürümə, qaçış və velo zolaqlar, özəl və dövlət olmaqla 2 məktəb və 2 bağça, hətta mall və 40-dan çox brend mağaza. 21 hektar yaşıl ərazidə daha nələr yoxdur ki? Mənzillər isə tam təmirli və ağıllı. City Garden Nərimanov layihəsi ilə bağlı ətraflı məlumat üçün isə Ulduz 1544 qısa nömrəsi və ya 050 293 10 mobil nömrəsi ilə əlaqə yarada bilərsiniz. Həmçinin Hüseyn Cavid 78 ünvanında yerləşən satış ofisinə müraciət edə bilərsiniz. Bax beləcə, əziz tamaşaçılarımız, bu günümüzü də xüsusi bir enerji ilə başlamışıq və maraqlı mövzular var idi. Mələkə xanım, çox sağ olun gəldiyiniz üçün. Nadir, çox istedadlısan, bilirsən ki, sən bizim üçün nə qədər doğmasan və bir göz bəbəyi kimi səni də qoruyuruq biz. Çox sevirik. Nəğmələrini də səsləndirir, tamaşaçılarımız da sevirlər. Əziz tamaşaçılarımız, bugün çox maraqlı mövzular ətrafında, maraqlı qonaqlarımız oldu. Ən əsası isə mənim dəyərli həmkarım Xədicə Sənan qızıya bir daha təşəkkürlər. Təşəkkürlər, yaxşı ki varsan. Və dəyərli dostlar, yavaş-yavaş yekunlaşdırırıq. Təbii ki, proqramımız bitir, amma Azərbaycan televiziyasının proqramları davam etməkdədir və saat 12-də. Xəbərlərin yeni buraxılışı təqdim olacaq. Mütləq izləyirsiniz. 24 saat ərzində Azərbaycan televiziyasını izləyin. O ki qaldı bizim verilişə sonda Nadir Rüstəmlidən. Gözəl bir nəğməni dinləyəcəyik. Gününüz uğurlu olsun, hər şey ürəyinizcə olsun və Sağ olun. sabaha qədər sağollaşırıq. Sağ olun.